Bugün endometrioz haqqında danışaq. Endometrioz əsrin bəlası olaraq qalmaqdadır və çox zaman pasiyentlər bu xəstəliyi özlərində aşkarladıqda, təbii ki, adını bilmədən ümumi başvuru simptomlarla bizə gəlirlər. Bunlar hansılardır? Aybaşı önü bir günlük ağrıların olması, aybaşının birinci günündə kəskin ağrıların olması, aybaşıya 2-3 gün qalmış qanlı ifrazatlı masuta bənzər yaxmaların gəlməsi, eləcə də aybaşı bitəndən bir xeyli müddət sonra 7-10 gün davam edən yaxma şəkilli qanlı ifrazatların olması. Bütün bunlar sizdə endometrioza diaqnoz qoymağa şübhə yaradır. Bəzən endometrioz ultrases müayinəsi vasitəsilə heç də aşkarlanmır. Bəs nə ilə aşkarlanır? MRT göstərə bilərmi? Bu da çox maraqlı sualdır. Lakin endometrioz üçün ən qızıl standart, ən gözəl bu diaqnozu qoymaq üçün gözəl metod laparoskopiya sayılır. Hər qadını laparoskopik masaya uzatmaq olarmı? Təbii ki, olmaz. Bundan ötürü həkimə gəlməlisiniz və mütləq bunun dərmanı ilə daxilinizdəki balansı qoruyub saxlamalısınız.